Ben size məlumat verim ki, bu kitabın hemen o sponsor təşkilatından biri və anamların ortamında yığıcan bir təqdimatı olur vaxtına. Ama sonra belə qərar olduğu için bu çok mühüm bir kitaptır. Ona göre de siz gerek bunu geniş bir şekilde təqdim edin və bugün hemen təqdimatı günlərdən edilir. Demək istəyirəm ki, yaşının hastalarının kitap Anarlarının altında kalkıyor, Anarlarının özgürlüğüne son derece kıymetli bir sözlüğü ve orada haklı olarak Anarların verdiği için terbiyeti en çok ifade edilen Destan Mustafa'yı hakikaten de sözlüğünün içine var ve onun doğru müşahede. Kitabın tertibi zamanı tarihi artırılmış, yazıcıların, şairlerin doğduğu tarihten başlayarak kronoloji artırılıp gözlenir. Aynı zamanda çok yaşlı bir kitap, ana kitabımız Deve Grubu dastanından müəyyən şehir parçalarının təqdiməsi olmuş şehir parçalarında başlanır ve devam edir. Nizami'den Demək olar ki, bu kitabın yani indiki gördüğünüz həcm belki de siz diyerdiniz ki çok iri bir həcmdir ama bunu da belirleyeyim ki kitabın tərkibçisi Hakan Bəyəsidir. Ben redaktöriyəm, Rəşad Məzid Yaşlılar Birliğinin sərbi mühabiri Rəşad Məzid ideya rəhbəridir. Ben bu kitabın hazırlanmasında adeten görürsen ki birden inandığın adam olur diye de isteyen kitabı redaktörüne olur diye işte yaz. Ama hakikaten de ben burada bir redaktör kişinin ne kadar məsuliyyətli olduğunu gördüm. Ve onun əziyyəti. Burası yukarı boyanmış. Bizim dildə ağzımız olan. Yok, geçire bırakırım öyle. Burada demeli burada oturur. Çekiliş yapalım. Dikkat edin. Bir devlet teşkil vermeden, ne redaktöre, ne ideye rehberlere, yani bizi seferberliğe aldı. Çünkü bu kitabın hazırlanması COP29'un ərəfəsindəydi. O da təbiət konferansıydı da bir defa. Biz çalışırdık ki, çatdıraq və həqiqətən də çatdı, güzel bir kitap ortada. Bu kitabın 3, belki 4 bir ciltdə tutmalı olar. Çünkü Azərbaycan poeziyası təbiətinin həmişə iç-iç olur. Ümumiyyətlə, ədəbiyyat, sənət həmişə təbiətlə iç-iç olmanın qaynaqları bizim yəni, hansı şəkildə ifadə eləməyimizdən asılı olaraq baş qəhrəmanımız, obrazımız təbiətdir, özdə Azərbaycan təbiətidir. Burada müxtəlif şeirlər, məsələn, dağlarla bağlı bəlkə yüzlərlə şeirlər var. Biz onların içərisində ən yaxşıları, çaylarla bağlı, fəsillərlə bağlı, qarla, yağışla, yəni təbiət hadisələrlə bağlı elə bir mövzu yoxdur. Çünki orada, məsələn, şeirlərin sayı 50-dən aşağı olsun. Yəni, bilirsiniz ki, belə aşıq ədəbiyyatından əlavələr olur. Eyni zamanda Türk dünyasında məşhur olan şairlərin əsərləri bu kitabda özətsiniz. Buna görə də belə bir kitabın təqdimatına yürüsmüşüz. Mən bütün hər birinizi təbrik edirəm. Burada şeir olanlarda, təmsil olanların hər birini təbrik edirəm. Əlbəttə, qıraqda qalanlar da olub, amma əlimiz çarpıydı. Onlara çox hətta radyolardan zaten onlara gətirin zəniliyincə xeyli çətinlik olur. Bir günlər kitab şükür ki, əvvəli və mən bir söz, mən belə təklif edirəm ki, bu kitabın haqqında indi Xatirə xanım da danışar. Hər halda bilirik, bu kitab bir müəllifin kitabı deyil, xarakterində bilirik. Bu kitabı istədiyimiz
təbiət şeirlərini dinləyə görə buradan hansı hava gəlir, hansı şəkildə beləliklə mən söz verirəm Hakan Hanıma, o da fikirlərini bölüşsün. Ona görə bir şairlərimizi təmsil olunan gələn qardaşlarımızı təqdim edir. Hər birinizi salamlayıram. Və ədəbiyyat adamları, poeziya adamları, yazmayanlar da könlü poeziya ilə döyünən insanlardılar. Və hər birinizi belə yıldızan bir, gözəl bir ortamda görmək mənim üçün çox xoşdur. Hər bir kitabın ərsiyə gəlməsi, çap olunması bir gözəl bir işdir, yaxşı bir, əhəmiyyətli bir işdir. Bu kitab biraz daha çox əhəmiyyətlidir, biraz daha çox yuxarıdadır bu hissiyatı nəyə görə? Çünki birinci təbiətə sevgi, təbiətə məhəbbət aşılayır, təbiəti yada salır və bir də hər hansı bir yeniyetmə, hər hansı bir oxucu, hər hansı bir məktəbli tədbirəmi, oxumağamı, təbiət haqqında yaxşı şeir axtaranda internetdən necə gəldi şeirlər götürmədən bir kitabda, bir əldən seçilmiş, layiq olan müəlliflərin şeirlərini oxuya biləcəklər. Bu ədəbiyyata, Azərbaycan ədəbiyyatına yazılar bildiğim bir töhfəsidir, gözəl bir töhfədir və sözsüz ki, mən bilirəm ki, bu zaman bəlkə də təkrar nəşr olunacaq. Çünki Dədə Qorquddan başlamış Azərbaycan yazılı ədəbiyyatından, Dədə Qorquddan başlamış klassiklər, dünyasını dəyişmiş şairlərimiz, müasirlərimiz və üstəgəl gənclərimiz hansının şeiri burada az da olsa yer alır. Çünki gəncləri Anar müəllimlə, Rəşad müəllimin xüsusi tapşırığı oldu ki, gəncləri bildirək ki, burada təmsil olunsunlar. Və mən, Vaqif müəllim bilir, mən bəlkə də topladığım şeirlərin hamısı çap olsaydı bir 3 cild ola bilərdi. Amma biz bir cild olacaq deyənə xeyli ixtisarlar getdi. Və ona görə belə heç bir müəllifi kənarda qoymadım. Amma ola bilər ki, kimdən bir şeir düşüb, o sadəcə o adamı yada salmışıq. Kimsə şair deyəndə, təbiət şeiri deyəndə, axtaranda, hə, bu da təbiət şeiri yazır. O diqqətdir, bəli, diqqətdir. Və mən çalışacağım, çox danışmayayım, çünki qonaqlarımız çoxdur, iştirakçılarımız çoxdur. Çalışacağım müəyyən lazımi sözlər deyilsin burada. Və burada həm də mənim kəşf elədiyim adamlar oldu. Mən burada Vaqif müəllimlə daha yaxından tanış oldum. Daha doğrusu dost oldum. Vaqif müəllimin imzası adı hamımıza bəllidir, sözsüz ki. Amma mən kənardan kənara tanıyırdım, Vaqif Bəhmənli şeirlərini oxuyurdum. Vaqif Bəhmənliyə bələd olduqca o qədər elə bilirəm ki, bir qazanc axtarıb tapmışam. Çünki çox dəyərli insan, çox diqqətli insan, çox mehriban insan, ziyalılığın qoyuram qırağa, şairliyin qoyuram, bütün bu cəhətlərin qoyuram. İnsan kimi çox dəyərli bir insandır Vaqif müəllim və Vaqif müəllimin həyat yoldaşı Rəhlə xanım. Çox gözəl kitabları var Rəhlə xanımın və bizə xeyli dayaq oldu. Onu da deyim ki, Vaqif müəllimin bir kitabxanası var Bağ elində. Çox böyük, gözəl, geniş bir kitabxanadır, zəngin bir kitabxanadır. Və mən nəinki kitab, şeiri mən seçəndə, sözsüz ki, internetdən də istifadə elədim və o internetdən götürdüyüm klassiklərin şeirləri də biz kitabla uyğunlaşdırdıq. Vaqif müəllimdən, xeyli Vaqif müəllimin əziyyəti, zəhməti oldu orada. Deməli, kitabxanadan tapdığım kitablar, Vaqif müəllimin o gözəl kitabxanasından tapdığımız kitablarla bir uzlaşdırdıq. Çünki, deməli, bizim prezidentimizin sərəncamı ilə söz bilirsiniz ki, Kirildən Latın əlifbasına keçdi yazarlar, klassiklərimizin əsərləri və o PDF forması var internetdə. Amma PDF-i elə köçürülüb ki o, deməli, Word-dən PDF-ə köçürülüb, indi o kompüter işlədənlər bilirlər onu. O, deməli, hərflər orada Azərbaycan dilində olan hərflər dəyişik düşüb, hətta, məsələn, İngilis dilində də olan m-dır, n-dır, onlar dəyişik düşüb. Eləcə də qoyulub. Çox bərbad gündədir internetdə, onu deyim ki, bizim klassiklərimizin əsərləri. Biz
biz onların hamısı təkrar kitabla yoğunlaşdırmışıq. Burada çap olunan yazarların hər birinə, dünyasını dəyişmiş yazarlar, klassiklər, bunların hər birinə mənbələrim var. Cavab deyəm. Çünki çox, necə deyim, diqqətlə yanaşmışıq biz, məsuliyyətlə yanaşmışıq. Və kəşf elədiyim ikinci bir Jalə xanımı mən kəşf elədim. Mən Nurəngiz Gülün yaradıcılığın özünün Azərbaycanın dəyərli bir siması, bir gözəl xanım olmağı bilirdim, gözəl şair olmağı bilirdim. Amma Nurəngiz xanımın Azərbaycan mədəniyyətinə, ədəbiyyatına verdiyindən əlavə Azərbaycanın bir ziyalı, bir dəyərli bir xanım bəxş eləyib. Bunun da qiyməti ayrı bir şeydir. Nə olsun ki, biz yaza bilərik, yarada bilərik, ola bilər ki, amma bizim əlavə bir üstünlüyümüz var, əziz kişilər. Biz həm də övlad bəxş edirik. Nə qədər insanlar birlikdə böyütsə də, əsas məsuliyyət qadının üzərindədir. Əsas qadın yetişdirir və hər hansı bir yaradıcı qadının, yazar qadının həm də övladının gözəl övlad olması, gözəl vətəndaş olması, anıya, ailəyə, sənətkara diqqəti, Jalə xanımın nə olsun ki, anasıdır Nurəngiz Gül, o xüsusi bir diqqətlə mənim özümə, Nurəngiz xanımın yaradıcılığına, o necə həssaslığına, necə diqqətlə mən heyran oldum və biraz da qürur duydum ki, nə gözəl ki, bizim belə xanımlarımız var. Elə xanımlarımız olub və belə xanımlar bəxş eləyib dünyaya. Mən sizə təşəkkür edirəm, Jalə xanım. Məhz bu gündə o qiymətli vaxtın, dəyərli vaxtın ayırıb bizim tədbirimizə gəlmək, o özü də bir diqqətdir. Çox sağ olun, Jalə xanım. Çox vaxt ayırmıram mən söhbətə. Vaqif mənim, yəqin ki, Jalə xanıma söz verəcəksiniz. Əlbəttə. Deməli, xoş gəldiniz, Jalə xanım. Millət söz, millət vəkili, Əyyuba. Çox sağ olun, çox təşəkkür edirəm. Sağ olun, mən hər birinizi salamlayıram. Bura doğma evimizdir, doğma ocağımızdır və Jalə xanım söylədim ki, işin çox vaxtında, vaxt ayırıb gəlib. Mən bir mənəvi bağlılıq hiss etdiyim üçün bu ocağa təbii ki, həmişə çox böyük bir məmnuniyyət və sizlərlə qəbul edirəm və sizin tədbirlərdə iştirak edirəm. Həm də Yaşlar Birliyinin İdarə Heyətinin üzvü olaraq əlbəttə ki, eyni zamanda millət vəkilliyinə qarşı bir borcum və əlbəttə ki, buradakı axını izləmək və yaxından iştirak etməkdir. Hacı xanım, bizim haqqımızda gözəl sözlər dediniz. Mən isə onunla başlamaq istəyirəm ki, mən birinci növbədə bu ideya müəllimlərindən bu kitabı araya ərsəyə götürənlərə, sizə ana müəllimlərinə, şagirdlərinə, əziyyət çəkən bütün heyətə təşəkkür etmək istəyirəm. Vaqif müəllim deməkdir kitabımızın. Kitabın üz qabının deməli, rəhmətli Səfər və Hüzadənin işlərindən istifadə olduğunu da almalıyıq burada. Və əlbəttə ki, böyük bir zəhmət çəkilir və xüsusilə də bu kitabın anlamı ölkəmizdə yeni başa vurduğumuz 2023 ildə COVID-19 tədbirləri çərçivəsində, çağırışlar çərçivəsində həyata keçirilməsidir bu kitabın həmin müddətdə bir layihə kimi irəliyə atılması və araya ərsəyə gətirilməsi əlbəttə ki, bugün dəyişən dünyamızda, dəyişən nizamda və dəyişən dünyada çox təəssüflər olsun ki, faunamızın, floramızın, təbiətimizin məhv olmaqda olduğu bir zamanda bu kitabı mən həm dövlətimizin belə deyək ki, çağırışlarına bir cavab, həm də ümumilikdə bir ümumi vətəndaş mövqeyi kimi dəyərləndirmək istəyən bir məqam olaraq. Xatırə xanım aylar əvvəl mənə zəng etdi, mənə belə bir layihənin olduğunu dedi və dedi ki, Jalə xanım, Nurəngiz xanımdan da Nurəngiz xanım görürsünüz ki, təbiət, onun yaradıcılığının böyük bir hissəsi təbiətdir. Təbiətlə bağlı bir neçə şeirini xahiş edirəm. Və inandığınız ki, çox çətin oldu mənə seçmək bu şeirləri. Çünki bir neçə yol söylədiyim kimi Nurəngiz xanım yaradıcılığının bəlkə yazıdan çoxu sırf təbiət bağlı, təbiət çağırışlarıdır və bu şeir
klassikləşmiş klassiklərimizin əsərləri, müasir şairlərimizin, yəni belə deyim ki, demək olar ki, Azərbaycan ədəbiyyatında tanınan mövzu insanların, imzaların əksəriyyəti bu kitabda yer alır. Əlbəttə, bu da böyük bir qədərlənlikdir. Mən buna görə də sizə təşəkkür etmək istəyirəm, Xanlar xanım. Və bir daha sizə hər birinizə həm dəvət üçün, həm minnətdarlığımı bildirərək, bundan sonraki işlərinizdə də uğurlar olmaq istəyirəm və belə danışıq qərəqləyirəm, səhvləyirəm. O qədər burada gözəl nümunələr toplanıb ki, hansına diqqət edəsən, hansını səsləndirəsən, bilmirsən. Amma mən bu tərəfə eşlik edeyim, müəyyən xanım tərəfindən mənim o ağ çiçəklərimi səsləndirir. O mənim o ağ çiçəklərim sadəcə qırılıb, kökündən qırılan bir ağ çiçəyimə həsr olunan elə yer deyil. O həm də arxasında böyük bir sevgi, belə deyim ki, qırılan tarih və yenə də bir daha bir çağırış var bu şeirin arxasında. Mənim o ağ çiçəklərim, tükəndə ağ çiçəklərim bir payıza yara oldu, çaşdı əsər rüzgarlarda, qopub baraq-baraq oldu. Quş olub uçdu gülləri, əldə qalan uzaq oldu. Bustələrimin qonağı bir küşüyə yarpaq oldu. Gözlərim gülə çevrildi, susan titrək qılaq oldu. Nə gəldi qüssədən gəldi, vüsal məndən uzaq oldu. Ah, mənim ağ çiçəklərim, bu nə acı proqram oldu. İki əlim uzandı, ömrüm günüm sorar oldu. Xəyal oldu sevgilərim, yanım sönər, çıraq oldu. Mənim o ağ çiçəklərim dönüb qara torpaq oldu. Bu metafora bugün də keçərimizin ağ çiçəklərimizin dönüb qara torpaq olmaması hər birimizin əlində və bu kitab da bir fasıl. Təşəkkür ederim. Deməli, burada bizim təbiətin ən gözəl bölgələri orada əyləşirlər. Ağ çiçəklər. Yəni, Deməli, onların adın biz burada çoxlu, deməli, çoxlu hörmətli qonaqlar əyləşirlər. Bu günləri mən bizim ən əziz qonaqlarımızda olacaq. Hoş gəldiniz və Mətanət xanım Mətanət xanım təqdim edəcək. Onları dinləyək, xeyir dualarıyla biz başlayaq təqdim. Buyurun. Bunlar mən siz susacaqsınız. Buyurun, siz. Təşəkkür edirəm. Əziyyət çəkib kitabı əziyyət edən qiymətə öz dərin təşəkkürümü bildirirəm. Qlobal məsələdir, günümüzün aktual məsələlərindən biridir və hər bir nəham məşəqsi 30 il vaxt lazımdır ki, bərpa olunsun. Nə az, nə çox, düz 30 il. Ona görə çox aktual məsələlər okunduğu üçün xatırlamamız təşəkkür və uşaqlar üçün yazdığım balaca bir şeiri səsləndirim. Sinəsi düyməcikli, dodaqları büzüklü, əyli qırmızı donludur, barmaqları üzüklü. Sıxsan qanı qırmızı, payızın gözəl qızı, göydən elib elə bir baxçamızın ulduzu, ədasını gör bunu, naz eyləyir baxçaya, onu görmək istəsən, göy çaya gəl, göy çaya. Mətanət xanımın tələbələridir bu uşaqlar və deməli, Rafiq Nəsrəddinov adına 39 nömrəli məktəbin uşaqları. Mən də adlarını sadalayayım, sonra siz. Deməli, Şəfiyeva Duyğu, Ağayeva Leyla, Əmirli İlhamə, Şuşayeva Xədicə, Məmmədova Zəhra xanım, Səfərli Fəridə. Təşəkkür edirəm hər bir yazara və onların qarşısında düzdür, çətin olsa da görək mənim şagirdlərim öz məharətlərini sizin icazənizlə necə yerinə yetirəcəklər, öz məharətlərini göstərsinlər. Başladı uşaqlar. Son sonlardan ben annemi ilk olarak müşterilerin hesaplarını
zaman birazcık göyəribsiniz. Martın şapkasında, boranda, qarda. Siz necə qaldınız o budaqlarda? Necə qoçmadınız ya düşmədiniz? Necə donmadınız, düşmədiniz? Həyatda pisliyi gördünüz. Fəqət sizin tək qaldı yenə adınız. Zəriflik dözülmüş bir də dəyanət. Çoxu da olsaydınız, məhv olardınız. Bəlkə də dünyanın mənası budur. Zəriflik, çoxudluq gəlir üz-üzə. Zəriflik yaşayır, çoxudluq olur. Yaşama böylədir, təbiət bizə. Salam, mənim adım Şəfiyeva Duyğudur. Mən sizə Azərbaycan Yazıçılar Birliyi sədri Anar müəllimin şeirini söyləyəcəm. Kir kitabında meh əsir, gəl sən vermə, meh əsir. Təbiət əsir düşür, külək, dustaq, meh əsir. Satıldı şuşam, açıldı şuşam. Mən də bununla gərək barışam. Gözünü töksün yağı, sinəmə çəkdir dağı. Qanlı göz yaş tökür, indi İsa bulağı. Kəssək həkim həkini, yığa bilirik hər kimi. Keçərək əsgərandan, qalxıb 40 biləkəndən. Düşmənə qan qıtdırar, ər igidlər hər yanda. O vaxt ürək də olsun, sevinə şüşam mənim. Mətanətlə, dəyanətlə, mərdliklə qoşam mənim. Atıb dərdin əlalı, söyləyər, nərib gəldim. Şükür olsun Allaha, qardaşım, əlim gəldi. Yalan yoxdur sözümdə, səbir də var dözümdə. Hökmən görüşəcəyik, sabah cıdır düzümdə. Salam, mən Şuşayeva Xədicə. Mən Nurəngiz Gül'ün yazdığı Salam Meşəm şeirini söyləyəcəm. Salam meşəm, mənəm də həmən o vələs qızı. Gəlmişəm, birazca utanıram, naxələflik eyləmişəm. Bilməmişəm. Mən səni cənginəhən bir şəhərə dəyişmişəm. Küçələr içinə girdim, döngələrindən keçdim. Adamlara salam verdim, eyinlərinə deyildim. Adamlar uzdan tutmayı məşğul imiş. Nələr gördüm, o adam üçün gəlib səmişəm. At boynunu, at meşəm, mən sənin üçün gəlib səmişəm. Salam, mənim adım Fərizədir. Mən bugün Yasir Uzanın yazdığı arzu şeirini söyləyəcəyim. Xəritəyə baxdım, qanadlarını gəlir. Dalğalı xəzərə qonmaq istəyən, nəhəng bir quş kimi görünür. Azərbaycan bir şahindir, dimdiyi göy sularda, qanadları göylərdə. Bu əzəmətli şəkli yarada bilərdim bir yeni əsərdə. Ahəngi dənizdə dalğalı, adı Poeziya Qartalı. Hamınıza salam, mənim adım Ağaybol Elazı. Bu günlər mən sizə yağış şeirini söyləyəcəm. Neçə gündür yağış yağır, necə yağır. Oy, səhər yağır, axşam yağır, gündüz yağır, gecə yağır. O yanda səhralar yanır, burada yağır, gecə yağır. Müəllifi Rəsul Rıza. Salam, mənim adım Zəhra xanımdır. Siz isə mənə Zəhra deyə bilərsiniz. Mən bugün Rəşad Məzinin şeirini söyləyəcəm. Yağış əlləri ilə bahar elə bil, səmadan, buluddan su sağar yerə, ağaçdan ağappaq çiçəklər deyil, bir ağac kölgəsi qar yağar yerə. Buludlar dağlar səmadan açar, çəmənin çiçəyi ağıl çaşdırar. Günü demirəm heç, torpağa baxsan, yamyaşlı otlar da göz qamaşdırar. Teşekkür ediyorum size. Çok ürəklə söylediniz.
bir yorulup da şehirler, ifade, müəllimlərlə, eyni zamanda valideynlərin əldə çəkiblər. Yəqin ki, evdə də bunlarla məşğul olurlar. Teşekkür edirik. Bütün yazıçıların adına müzəyəsin, bütün qələm sahiblərine çok sağ olun. Uğurlar arzulayıram ben size. Davam edeyim şeyleri dediğimiz gibi biraz hanımların çıkışları çok oldu. İkinci yüzler aldılar ki o devlet beraber olmalı. Bizim burada adetlerle ve onun şiirine, onun kitapları, onun yarattığı anlamlar bizlerce tercih edilir, onda əldirir diye. Ona göre de yaşında temsil olun, mərkəz için bu kitapta olan şehirlerden birini, ikisini dinlədik. Ve Adi Məzin de deyim, ben onu internetten götürmüşüm o şeyleri. Yaxşı seçmişim yoksa pis, onu da deyim. Kitap her zaman çok değerli bir kitap. Dünyanın teknoloji kavramlarının bozulduğu bir zamanında. Terbiyetin insan hayatının olduğu bölümünün təsdiqi zamanında benim İslam merkezi gelmeye çok var. Ya bunlar şüphesiz hem gidiyanlardır, yaşatlardır. Vaktiyle hiç görmeden en çok öz teşekkürümün farklarına yönlendiren. Niye? Tertipçi aslında ikinci mühendis sahibi. İkinci mühendis olarak hatta bir uyardığını bildireceğim. Sizin imzanı bu akbarda geçer. Ben köprünün aşırı birlikte tertipçi. Ben dedim ki, ben bunlara göre yani bazı o tanışmalar bir statuslarda mevcut olurlar. Yani gelecekte tekrardan onu unutmayın. O kitabın bu kitaplar təbii ki, bizim klasiklər və müasirlər eyni kitaplar, eyni derecede təmsil oldu. Bu böyük bir məsələdir. Yani fərq qoymadan, hətta bir təvəllüd tənzimi ilə, anılardıcılıqla falan. Yani bu kitap həqiqətən çox güzel bir kitapdır. Ben təbrik edirəm kitaba göre ben burada gelen yoldaşlarımla danışacaq diye onların hüququnu pozmamaq üçün bir tane ya iki tane bazı şiir okuyup hələ isindən davranmak istiyorum. Gelmeniz Sağ olun. Fatih Hanım bir şiirlerini teyzemden görüyor. Bana əziyyət vermeyeyim ki, şiir gelmiyor. Teşekkür ederim. O da deyim ki, yaşlıların arasında hayat istedadı, publisite istedadı, çok geçer, təsdiq edən bir xanımdır. İstedadımız var. Kəfələklər gül çiçək, gül ləçək, rəngində deyil, çəmən boyu hər kəfələk. Zərfliyin heykəlidir, qanatları zər kəfələk. Ay, zordan atarsın. Ben burada şeye okuram, sonradan ağır. Üzür üstünden zaten okuyorum. Bir çiçeğin rəngindedir, çəmən boyu hər kəpənək, zərfinin heykəlidir, qanatları zər kəpənək. Kəpənəklər çiçəklərin bol qanatlı gələcəyi, kəpənəklər havalanır, göydə uçan gül ləçəyi. Kəpənəklər göy çəmənin gül ətri, gül qoxusudur. Kəpənəklər çiçəklərin allı güllü yuxusudur. Zənn etməyin kəpənəyin ay ömrü var, il ömrü var. Gül üstündə süzən gülün özünün də gül ömrü var. Teşekkür ederim. Tabii ki herkesin benimle kitabı araya seçtiğinde teşekkür borcum var. Ben de burada bir şey bir paylaşalım. Doğrudan çok indiye kadar bazı layihələr var ki, onların mesela tecrübeli olur. Ama bu ilk defa böyle bir kitap satılır. Yani bunu düşünen, fikirleşen, araya seçtiğinler hamısına teşekkür ederim. Sayın Milletvekilimiz çok güzel bir çıkışıyla ben hesap ediyorum ki niyet güzel bir değerlendirme ile Zühal Hanım
Əslində sizin o çıxışınızı mətnə çevrilsə, bu kitab haqqında çox yaxşı bir savamlı bir yazı olardı deyə düşünürəm. Çünki o çıxış kitabı çox gözəl bir dəyərləndirmə oldu. Diqqətlə dinlədim, təşəkkür edirəm. Və bilirəm ki, burada şeirləri verilən xeyli müəlliflər var. Vaxt almadan mən də ustadlardan bir şey oxumaq istəyirəm. Bunu demək olar, Azərbaycanda az qala əzbər bilməyən yoxdur. Qurbanın Bənövşə şeirini. Başına döndüyüm ay qəşəng fəreyim, adət ki, dərənlə yaz Bənövşəni. Qar nazi əlində dər dəstə bağlar, hər buğar altına düz Bənövşəni. Tanrı səni xoş zamala yetirmiş, səni görən aşıq ağlını itirmiş, mələklər mi dərmiş, göydən gətirmiş, heyf ki dəriblər, az Bənövşəni. Başına döndüyüm, bağa gəl, bağa, o gözəl müslümdən bağa nur yağa, dəstə-dəstə dəlib axar bağa, Bənövşə qız ilə, qız Bənövşəni. Səhər olacaq şeyda bülbül oxşdu, hökm olundu, Süleymanlar gelişdi, sərt qış gəldi, gülün vaxtı soruşdu, daha iləmirik biz Bənövşəni. Qurbani deyir, körünün bundan sayıldı, nə etmişəm yarım məndən ayrıdır, ayrılıq mı çəkir, boynu əylidir, heç yerdə görmədim, bir görmədim. Növbəti söz gözəl şairimiz Çox sağ olun. Mən də bu kitabı təqdim edən çox hörmətli gələn dostum Xatirə xanım Ərəzliyə əsas bu ağırlığı öz üzərinə götürən Xatirə xanıma eyni zamanda Xatirə xanımın sirrini açdı ki, Vaqif Əhmədinin o gözəl kitab arasında da xeyli o şeirləri ələk-ələk bildiyi gibi mən elə hamınıza hər yerimdə təşəkkür edirəm öz anımda. Siz bir neçə gün bundan əvvəl mənə xatırlatsınız. Sonra Rəşad Məcid hansı və məclislərin birində o kitabdan bildim. Deməli, indi gələk bu kitabı əlbəttə mən vararlamışam və mən bəyənmişəm. Məsələn, mənim bir neçə tövsiyəm də var idi. Əgər irəli gələn qabaqlıdan bizdən məsləhətləşsəydi, əlbəttə biz məsələdəki bunları yerdə daha gözəl bir istiqamət götürərdi. Məsələn, məncə, Mikşar Müşfiqin çox gözəl bir şeiri var, yağış. Bu yağış dillər əzbəlikdə. Bir olsa məhtə dərsliklər. Yoktur mu orada? Var mı? Yağış şeiri olabilir. Yani o gözəl şeir. Olabilsin sonradan ki azaltı. Olabilir. Yani dolar şey diyordu. Mikşar Müşfiqin daha güzel şeirler de. Xeyli azaltmışım. O şeirler de var ama o şeir kendilər əzbəlidir. Elə şeir olsa daha yaxşıdır. Sonra Şəhriyarın Heydər Babaya salam qəyəm asılsa, o yaxşı bəndləri seçmək mümkündür. Biraz belə. Yəni siz elə çox gözünüzü seçmişsiniz. Amma təbrik mənim şeirime keçməli, mənim yerdə. Mən də İbrahim İlyaslı gözəl dostumun Vasıqaya düşündüm. Deməli, mən gözlədim ki, İbrahim bəy bu şeiri əzbərləyəcək. Çünki özü sinələrdədir. Amma onun çox təəssüflü kitabdan okudum. Hər ehtimala qarşıyım. Mən istərdim ki, mən də öz yaddaşıma güvənib və orta məktəb şagirdlərinin burada olmağında ən gənc nəsli nümayəndələr Füzulinin burada su qəsidəsi verdi. O su qəsidəsində istərdim ki, o böyük bir qəsidədir. Mən istərdim ki, ondan kiçik bir parçanı oxuyam. Əslində baxanda Füzulinin su qəsidəsi elə təkcə sudan ibarət deyil də. Yəni, təbiyyətlə cəmiyyət o qədər bir-birinə ahəngdar şəkildə bir-birinin içinə girib və o qədər bir-birinə bağlıdır. Yəni, bunları bir-birindən ayırmaq, əti dırlandan ayırmaq bir şeydir. O su da elədir.
suda həm də o cəmiyyət alır. Cəmiyyətin bütün o şey gəlir adam gözünün qabağına. İnsanın yaranışı. Yəni bu o demək deyil ki, bu ancaq təbiəti təsvir edir. Saçma ey göl əşqdən könlümdəki odlara su. Kim bu dəxli tutuşan odlara qılmaz çarə su. Avgündür, günbədi dəlvar rəngi bilməzəm. Ya mühit olmuş gözümdə günbədi dəlvara su. Zövq-ü tiğindən əcəb yox olsa könlüm çak-çak. Kim mürür ilə bıraxır rəhnələr divara su. Vəhmidən söylər, dili məcrur heykanın sözün. Ehtiyat ilə içər, hər kimdə olsa yara su. Suya versin bağban gülzarı, zəhmət çəkməsin, bir gül açılmaz üzündə. Versən gülzara su. Arizin yadı ilə nəvnət olsa müşkanım nə olar? Zayi olmaz gül təmənnası ilə vermək xara su. Mən nəbin müştabiyəm, zübxan, kövsər talibi, ne təkim? Məstən ne içmək xoş gəlir hüşyara su. İstər peykanın könül, şövdündə xeyrim sakin et. Rövzə-i köyündə hərdən durmayıb eylər güzar, aşıq olmuş qaliba, ol sərvi xoş, rəxtara su. İstərdim ki, mənim su ilə bağlı bir neçə şeirim var. Mesela suların dili. İstərdim ki, o şeir orada olaydı. Ama hər halda bu şeirlər də çıxıyor. Cənab Bələcik, başqa bir layihələrdə Birbaşa mənbələrlə əlaqədə bizə o mənbələrdən, kitablardan sonra gəlirlərdən. Yəni bu da toplanır. O əyərləri özü verirsə, seçir verir, onun ürək istədiyi kimi təmsil olur. Amma əgər biz arada görürük, deməli əlimizə gələn olur da, deməklə deyir, yəni bu boyda kitab tərtib edənlər çox böyük çətinlik çəkir. Mən hesablamışam, burada deməli 300 şairin şeiri var. 300 səhifədən ibarət. 500 şiracına. Çox əhəm bir kitab. Yəni yenə də deyir, əgər məsələn bizim hər hansı bir tədqiqatçı alim istəyirsə ki, Azərbaycan poeziyası və təbiət mövzusunda doktorluq yapsın, o kitab onun mənbəyi. Adır mənbəyi də əlim altında. Hətta biz bunun o yerdə qalanlarını da verə bilərik o alimə. Belə bu qədər də yerdə qalır. 2 alim var orada vermişik. Yəni, belədir. Həmən bu ağır işin görülməyində düzdür, bizim hamımızın arxamız, göbəyimiz, təvəkkürümüzlər, laparsalar, arxalarına əyləşib. Bu insanların bir-bir üzə çıxarılması, əlaqələrin yaradılması, onların hamısı onun xidməti. Təşəkkür edirik sizə bu kitabdakı xidmətinizə görə. Əgər məsələn ürəyinizdə bir neçə kəlmə varsa, onları da deyərlər. Bunu tekrar nəşrliyib satışa bırakırsınız. Çünki mən bir başa düşməm ki, çox maraqlı kitabdır və bunun alıcıları olacaq. Kitabxanalara sonra verilməlidir. Məktəblərə verilməlidir.
Çünki deməli təbiət təsviri biri də o nə deyirlər, təbii yanaşmalıdır və yəni təbiətə olan sonra göylərdən qopa-qopa, ağıt-ağıt, opa-opa bu şəhərə qar yağır, qar yağır, qar yağır. Qar yağarsan rəqs edir, bir kəpənək sevdək, nazlanır bu ağ şəhər, ağ yuvası gəlir tək. Qar yağır bu şəhərə, təmizlənir üst-başı, divarlardan sürülür, sənsizliyin gözyaşı. Bir gün qarışqalar üsyana qalxar, qarışıq quşlar da dərlər bizi, göydən ölü adamlar yarar, dəyişik dünyanın astarı, üzülür. Dağlar öz yerindən yerə qopar ki, qayalar bir sapan daşda gələr, yüzü təbiətin elə dönər ki, quruyar piyanda dənizdə, göllər, alışar meşələr, yanar, kül olar, bir açıq təbiət qarıyar bizi, yeryüzü şeytanla əqrəblə dolar, baxıb köydən olur, ağlayar bizi. Min yaşlı ağaç da sığar istəyir, çayların səmtini dəyişmə adam, dünyanı yaşatmaq ağır istəyir. Sev onu, onunla dəyiş. Səddar Bəhruzadənin böyük, dünyanın böyük rəssamı deməli, traduksiyalar verilir münasib yerlərdə. Amma eyni zamanda bu kitabın tərtibində, rəsm əsərlərinin istifadəsində Zahir Mərişli, bizim rəssam vardır. Mən bir əlavə edeyim, sözünüzə qüvvət var, mən icazə verirsiniz. Deməli, Zahir Mərişli həm gözəl yazıcıdır, bu bir sizdir, çox gözəl yazıcıdır, bütün kitabların müəllifidir və Sovet dövründən SSR Rəssamlar İttifaqının üzvü olur. Azərbaycanın müxtəlif yerlərində onun heykəltaraşlıq əsərləri var. Özü bilir, o şəkilləri var, mən bilmirəm. Və həm də təbiət rəsmləri əlində zədə alır və heykəltaraşlıqdan sonra keçib təbiət rəsmlərinə. Mən deyərdim, bunu bilmirəm. Mən dediyim sözün həmişə məsuliyyətlə danışıram. Səddar Bəhruzadədən sonra Azərbaycanda ikinci təbiət rəssamıdır Zahir müəllim. Çox gözəl təbiət əsərləri var. Mən kitablarını teşekkür ederim. Seslenmedi. Bu kitap ileriki ki Azerbaycan'da hem böyle aşağı şagibi olarak bir sanatçı el şagibi var. İsmail Hocam. Hem de sahip alışına sordu. Ve bir de küçük kitaptan olarak Yaparların ağrıyı bana bir ağaç. Söyledi akşam çağı, seyre daldırdım ağaç. Ben özüm yorgunam, belki de xəstə. Necə deyim mən bu ağaca, onu da ağrılar dışında aldım. Necə son yedim buradan asılacaq. Ağır bir daş kimi çöktüm torbağa. Bu dərdli ağaca, xəstə yakala. Nə deyim sualı məni incidir. Gördüm ağır qıvrılır tormaq. Ondan başa içim sancıdır. Başımda tüklərim sancıldı bir-bir. Göylərə boylandı, bulutdu hər yan. Damcılar töküldü, çılgın, sərinsiz. Buludun göz yaşı dönmüşdü selə. Doktor, oluram bir əlac eylə. Mənim dörd yanımdan ağrılar qaçır. Verdim bu ömrə, verdim bu döyüşə ömrü mənnaha. Nə böyük dərdi inşaatını görmək, nə böyük dərdi müstəqil olmaq. Yusuf Nərmə Şair, güzel şairimiz. Olmaz. Zaten Cemil'in sol tarafı var. Çalışma sol tarafı var. Ağaca kadar orada. Ben o yüzden sol tarafı.
Say eyni olur. Hamısı qaydadır. Bir-birindən 20 dənə şey bilirsən, səbəb olundan bir dənə. Məsələn, xahiş edirəm, mən hazır yox edirəm. Ağacəfər qardaşım, gözəl şair, çox fərqli şair, çox fərqli xüsusi deyillər. Ağacəfərin Məhəmməd Hüsnü'dən su qəsidəsidir və çox əladır, yəni çox təsirlidir. Yerinə düşəndə həm də sudur. Bu da Əzbər demək. Bu da təbii. Mən də istəyirəm təbiətlə bağlı çox şeylər. Bu şeylərdə çox şey var. Amma sizin vaxtınızı almaq olmaz. Ağacəfər Göldən bizdən sevdiyimiz şeylərdən. Bahar fəsli artım saxlayar, göy çəmənlər, yaşıl bağlar şairi. Sellər, sular qulağında çağlayar, illəndirən buz qulaqlar şairi. Yoxlamamış keçitləri, rizləri, qoxlamamış tüstüləri, gözləri, çiçək-çiçək tanıyan düzləri, düz soraqlar, çöl soraqlar şairi. Ceylan ayaq köhlərinə minəndə, ağ zirvədən göy meşəyə inəndə, palıd açar sinəsini önündə, çınar öpər, tut qulaqlar şairi. Bir töhfən təbiətə gözəllik, ölüb canlı şeiriyyətə gözəllik. Şəklərində bir xəlvətə gözəllik, bulut kimi qəlb ucaqlar şairi. Qapı açır, süfrə açır, qəlb açır, qapı işir, qapı hörmət, süfrə çörək, qəlb işir. Ala vətən, yaranışdan bir aşır, əziz tutar, əziz saxlar şair. Ömür də var, ölüm də var dünyadan. Ya gec, ya tez, sönməli də hər yaran. Soruşsalar bəndənizi bir zaman, dağlardadır deyim, dağlar şair. Mən Zahir müəllim bir centilmenlik elədi, xanıma yer verdi və Zahir müəllim sizi yerinizə verdi. Xahiş edirəm, mən yerim rahatdır. Yaxşı. Ben çok memnuniyetten İngilizce bir Ses geliyor. Ben iyi giriştim. Ben de full giriştim. Kardeşlerim. Sonra bir yere tanışmaya Salkım
sən yenə nə olub da asalıq söyləyir. Mən sənin səsini üzə kökən qız, o qız sənə deyir, aməldir söyləyir. Mənim üçün qayğılı biraz da gəldi, biraz da qüssəni bir ayrı qızsan, saçlarının gözünə, könlündə, köksündə yuva qurursan. Ellərin mehlərlə getməsə deyə, örüb saçlarının oyun qurursan. Bu qədər baxışın önündə necə körpə bənəmşədə zərif qalırsan. Kəsilər, sevgilən insan nəfəsi, kökləyər bir gözəl ovqata səni, küləklə oynayan saçın davası gecələr boyunca gətirər məni. Gəlinə gəldərsiz, bəyə bəyevi, asaltın söyüklər, salın söyüklər. Sizə vurulandan, sizi görəndən qalmalı başlayın, ağlın söyüklər. Yine de yine bu istikamette ben söz vermek isteyen Aileniz efendim. Ben Şaldan'dan gelmişim. Şaldan'ın arkadaşım polis evinden hamımıza güzel olsun salam getirmişim. O düğünde gayda ne para, size de şey geldi, insan geldi. Yani el birliğiyle Şaldan'la arada kaldırdı. Allah'a ki büyük telafat olmadı. Tanrı halkımızı, insanlarımızı korudu. Bir daha yani sizleri bir arada görməkdən məmnun olduğumu bildirmək istəyirəm. Bəs yerə poeziyanın ümumi bahar fəslinə bənzətməyirlər. Mən bir nüansa diqqət edirdim ki, kitab noyabr ayında çıxsa da, mən son təyman, gözəl yaz ayına təsadüf edib və bu elə özü bir özəl bir təsadüfdür. Geçmişə gələcəyə görüşdüyünə görə kitabda əməliyyətən və sənlərə də minnətdarlığımı bildirirəm. Həqiqətən kitabı elə gəldikcə kitabın səhifələrlə bir ailələrə, xalalara, hissələrə ayrılır. Yəni belə deyim ki, kitab rəngdən rəngə düşür. Mən çox üzr istəyirəm sizlərin qarşısında. Şeirin həm əzbər demədiyim üçün, həm də sizlərin qarşısında şeir edilmiş üçün. Kəsdiyin ağacın. Sənin kəsdiyin ağacın hələ yarpağı yaşındır. Fidan-fidan budaqların evi başdan tutuldu. Sən kəsirdin ağac kimi, dili yox idi danışa, gözü yox idi ağlaya, əli yox idi savaşa. Kəsib atdın, kəsildikcə qanadı yox idi uça. Sənin o iti baltandan ayağı yox idi qaça. Nə olsun kəsdiyin yerə, bir damcı axmadı qanı, günahına. İnsanın özünü dərkinə və yaradanın dərkinə səsləyən aparır. Və mən də bir şeir oxumaq istəyirəm. Dindi könül ağac çəmən dilində. Səhər behi sığal çəkir yarpağa. Zümrüd meşə dalğalanır, dəniz tərgin. Tamaşadır təravəti torpağa, müşk əmbərdir taladakı içənək. Dindi könül ağac çəmən dilində, heyrətimə istirab büləndəm. Göz ili var, çiçəyin də, gülün də, şadlıqdan başlayır. Meşələr də duyğuludur yad çağı, göz oxşayan gözəlliklər bərq vurar. Qəribsiz təbiətin nas çağı, ilham sözə, söz ilhamı olurlar. Elə bu sözün, ilhamın bir-birinə vurğunluğunun harmoniyasında deyirəm. Həzillikdə yaz yağışı, bəyazlıqda qış nakışı, süzgünlükdə qız baxışı, ilahidə bir şeir. Ruh oxşayan yaz nəfəsi, gözəllərin naz işvəsi, məhkəman göz cilvəsi, ilahidə bir şeir. Gecənin ay parıltısı, yuvadan quş
xırıltısı, sevənlərin fısıltısı ilahide bir şiir. Ağbalatın ağır bəhrəsi, gül yanaqlı yar bu səsi, gül çiçəyin bağ şirəsi ilahide bir şiir. Çay, şəlalə şırıltısı, yarpaqların ışıltısı, körpələrin ışıltısı ilahide bir şiir. Və bu şiir, poeziya, günümüz sayaq eləyək ki, üstadın təqdimatında mən zəhməti keçən hər kəsə minnətdarlığını bildirirəm. Klassiklərimizə ehtiramla, dünyasını dəyişən müəlliflərə rəhmət diləyilə saf olunan, çağdaş ədəbiyyatımızı təmsil edən, poeziyamızı layiqincə təmsil edən müəllifləri təbrik edirəm. Uğurlar. Sağ olun. Deməli, səsləri gençləşdirək. Asil Kərim. Teşekkür ediyorum. Ben de tekrar salamlayacağım. Tabii ki antologiyada topluluklar bir almak bir seviyedir. Ben bu arada emek geçen herkese verdim. Teşekkür ediyorum. Hatırlıyorum ki ailede hakikaten bu herkese verdiğim bir şey tabii çok moral gelmişim ben herkesten. Görüyorum güzel bir iş her seviyede. Verdiğim teşekkür ederim. Burada Kuman ve Bulut adlı şeyler tercih oldu. Zaman aslında mesele alarak kendi bir şey seslendirmek isteyen. Teşekkür ederim. Bulut köylerin tozudur. Bulut köylerin tozudur. Ak saçın dendir boğusudur. Bir baksalı avazdır. Gelinimiz doğrudur. Bürünüp ürgü yüzüne, şimşek verir. Yerin o gören gözüne, heyecana dönüp. Ah nalesi şimşek gibi, gözyaşları yağış olan, göy kuşağı bir gül gibi, ele gözlertecesi olan. Teşekkür ederim. Dostlarımızı görmüştü. Ve görüşmemiz. Ve Hatire Hanım, Gazim Beymenli size teşekkür ediyorum. Çünkü çok tertip edip araya elsiye getirmek çok çetin bir mesele olduğu için. Ben özüm 5 kitabı dinleyenler için diye böyle insanlar hakkında, şahsiyetler hakkında görebilirim. Lazım gelen adam dünyanın başına getirmiştir. Kitap yaşamışsın. Ve bu kitabın adından başlayacağım. Ben gelen bulmuştum dedi ona. Yaşının hara gelirsen, doğruda da yaşının o etkiyi sonu gelin düşünelim. Yani orada dünyanın sağlamak olacak. Yani her bir yaşlı olarsa. Ben de burada 2 şehrim düşüp, ben çok isterdim bir şehir var. O şehri çok seviyorum. Düşmeyi, deniz. Ben o şehri söylemek istiyorum. Bu şehri 23. yılda yazmışım. O deniz. Denize bakıyorum. Deniz ve sakin. Sanki bürünür gözyaşlarına. Dalgalar gelir denizin lacivert kılıçlarına. Üfüq tüm fəlləri çəkir üzünə. Məhək bir şeye benziyor deniz. Sanki layla çalır özü özüne. Görən kıçıldayım nə deyir deniz. Bir anda unutup bütün dünyanı, düzürəm sözləri fikir sabına. Deniz de benim tek yolum bugün. Göz yumki dünyanın her hesabını. Teşekkür ederim. Memnuniyetten kariyer memnuniyetten. Çok sağ olun. Ben danışmak fikrim yok. Burada şehrim yok. Ben sevmiştim. Zaten danışandan sonra karara geldi. Üretçe sözüm olmasa da kitap hakkında her bir insan, her bir yani yaratıcı adam olduğu olmadığı söylediler. Sözün her bir manasında çok maraklı ve çok güzel, çok da yaraşıklı bir kitaptır. Çünkü biz bilirik ki insan təbiyyətdən heç vaxt kənarda yaşayabilməz. Təbiyyət üçün cəmiyyət deyil. Bu özel keçirilmiş COVID-19 global kurumuna bir yazılan bir sözünə gövdəsi deyil.
Yəni, həm də bu yaşıl dünya naminə mübariyi ilə tədbirlər keçirir çoxdur. Bu da onun bir yəni, bu kitab həqiqi mənasında çox dəyərli bir kitabdır. Baxmayaraq ki, mən orada şehir yoxsa şair deyil, amma niyə dedim mən? Mən 2008-ci ildə kitab çap edirəm. Bənövşə Çələnin kitabı 350-yə qədər burada Bənövşədir. Dilli Qurbanın Bənövşə şeirindən nəzilələrdir. Və o nəzilərin biri də dedim, mən yazdım. Bu şairdən elə hər yerdə şeirlər, cəb bu dünyada bir şeirim var, onu oxumaq istəyir. Onlar o kitabın təqdimdə yazmışlar onu. Ay ustad, deyirdi, bağa gəl, bağa, dənib təl buxağa, düz bənmişəm. Sən deyə gözəllər indi hardadır, deyə kol dibindən, düz bənmişəm. O bağlar hardadır enək sərtinə, məlul bənövşənin baxaq qəddinə, yol tapa bilmirik, küskün qəlbinə dindilə bilmirik, biz bənmişəm. Məzarın qürbətdə ağlar qalır, Cəbrayla. Yurdumun yolları bağlar qalıbdır, bənövşə ətirli bağlar qalıbdır, daha eylə verir, biz bənövşədir. Sənin qismətinə qəriblik düşdü, 11 il Türkiyə, Türkü. Sənin qismətinə qəriblik düşdü, neçə qərinələr keçdi, nə işdi, soydaşların bu qisməti bölüşdü. Görmürük nə əyri, düz bənövşədir. Nə olar, bir şadlıq qəbəri gələr, müjdələr gətirək obaya elə, üst tutaq vətənə, yol alaq elə, düzək məzarına biz bənövşədik. Bundan devam edelim şey. Yok, bir şeyimiz yok. Güzel şehir yolları devam ediyor. Məmuriyyətlə təvəzzükarlıq edib, Əlisəmükü əyləşdi, arxada amma bu böyük kitab sonunda şeirləri var. Əgər ürək istəyirsə, qalsın ayağa bizə elə oradan bir gürumda deyilir. Kitabı təbrik edilir. Ola bilər ki, elə gənc var ki, işləvə şeir düşür, xoşbəxtliklər gəlib. İşləvə çap olunur. Biz bu çapları çox görmüşük, həqiqi mənada sevinmişik. O gənclər, mən elə kitaba baxan kimi gördüm ki, kitabın adı o qədər dəqiq seçilib ki, Allah Allah'ın olsun. Eldar Baxşı, dedim ki, Eldar Baxşı, kimdir, evi, müdir, falan. Kitab səliqəlidir. Ola bilər hamır, kimsə çıxmıyor. Bundan incimək də lazımdır. Gənclər inciyə bilərlər. Çox gözəl tərtibatdır, çox yüksək səviyyədədir. Təbrik edirik. Həm qayğıyla yanaşılıb, gözəl bir kitab ərsiyə gəlib. Ancaq sevinmək olar. Təbrik edirəm. Şəfət. Niye? Çok sağ olsun, teşekkür ederim. Əmək üçün hər kəsə teşekkür ederim. Bütün həmkarlarımı, dostlarımı, hamısını təbrik edirəm, uğurlar arzulayıram. Həqiqətən də bilirəm ki, bu kitab sizin dərsliğinizə yararlı kitab olacaq. Eğer istəyirsiniz bir şey deyin. Sənin sahibin. İçində bir dəniz ölür. Duzlu suları yüksür, zəfərəli üstəmilələri. Yaşıl, yoksulluq gəlir kipriklərimdə, üzür göz yaşlarımda, ölü balıqların içəsini. Bu ölü dənizin sahilində səbrim havalı dənizir. İçində ölən dəniz, əlbəndir, sonra ölməkdir. Ölmək tanrı səbrinin sahilinə gəlməkdir. Mən sənin sahilinəm, içində ölən dəniz. Əmrəlindən, meydanlı. Bir balaca başqa rakursdan yanaşmaq istəyərdim, təbiət konusunda. Mənim uşaqlığım bağlı-bağatlı bir həyətdə keçib.
Mənim babam vardı, Allah uçursun deyirlərdi. Böyük bir bağı vardı. İl ərzində mənim əlimdən bir 5 ton, 6 ton üzüm, heyvanlar və digər meyvələr keçərdi. Bəli, uzadan danışım, bəli. Və babamın bir 12 metrlik hündürlüyündə bir nərdiyanı vardı. Nərdiyanın başında məni üzüm ağaclarının üstündə belə gəzdirərdi. 2 vedrəmiz vardı, qıralı vedrələr vardı. Vedrəni birini mən çəkirdim yuxarı, doldurub onu aşağı sallayırdım. O birisini qaldırırdım yuxarı, mən onu doldurana qədər babam onu aparıb çəlöşə tökərdi. Çəlöş bilənlər varsa bilsinlər, çəlöş hardakı üzümü əzirlər, oradan bəhəməz düzəldir. Mən belə bir yerdə böyümüşəm, yəni təbiət içərisində böyümüşəm. Bəli, və təbiəti gerək sevib, seçib və ondan yazanda da ürəklə yazmaq olacaq. Mənim əlimdən 500-dən çox ağac əkilib, becərilib, bu günlərin hal-hazırda var. Bu günlər kimlər ağacı əkməyib bilmirəm. Belə şəxsən Bakının özündə yaşadığım Əhmədli qəsəbəsində asfaltın üstündə bəlkə 200 ağacı əkmişəm və hər həftə suluyuram və becərirəm bu günlərin dolanlar. Yəni, sizin hər birisi ağac əkməyə arzulayır. Bəli. O ki qaldı təbiət şeirlərindən, mənim də 2 təbiət şeirim bura düşür. İcazə versəz o şeirin birini sizin diqqətini təqdim edilmək istəyirdim, ancaq eynəyim yoxdur. Eynək kimdə varsa mənə bir eynək istəyirəm. Ver, nəyim var? Ver. 2-dən 3-dən nəyim var, ver gəlsin. Olar. Bəsindir. Göy-gölə çox şeylər yazırlar. Mənim də bir şeirim var, burada öz başına yaranmayıb. Bir dəfə baş üstü. İstəyirsən heç oxumayın, vaxt gedirsə oxumayınız. 2-2 danışa bilərim. Göy-göl mələk libaslı ağ fatalı gəlindir. Suları göyün rəngi, sirləri göylərindir. Göy-göl abırlı qızdır, üzündə var isməti. Yaradan özü vermiş ona bu ləyaqəti. Göy-göl təmizdir, pakdır, götürməz o çirkabı. Ziyarət edənlərin hamısı olmaz babı. Göylərə baxan gözün, göy-gölə baxan gözün gərək olsun şəfqəti. Versin ona sevgisin, bəsləsin məhəbbəti. Göy-göl adı sulardan, daşlardan yaranmamış. Göy-göl sular donanda hərarətdən donmamış. Göy-göl gözəllik rəmzi, göy-göl sular tacıdır. Göy-göl birlik suyu, min dərdin əlacıdır. Göy-göldə danışanda sözü sözdən seçəsən. Qüsul edib sonradan sularından içəsən. Göy-göl məsum körpədir kəfəzin ucağında. Göy-göl məşəli sönməz bir nurdur ocağında. Göy-göl ibadət yeri, müqəddəsdir, Kəbədir. Göy-göl suların üstə yazılmış kitabədir. Göy-gölü oxuyanmaz sevgisiz sayıqsızlar. Göy-gölü duya bilməz inansız tanrısızlar. Göy-göl yaşı bilinməz tarix dolu boğçadır. Göy-göl bütün il boyu gül çiçəkli bağçadır. Göy-gölün rahiyyəsi ətlidir cənnətin. Min illərdir qoruyub saxlayıb tərazətin. Göy-göl, sənə heyranam, yurduma yaraşırsan. Azər adlı ağacı ucan bir sarmaşırsan. Fəxrəddin Meydanlının çıxmazsan xəyalından. Diz çökürəm önündə, öpürəm sularında. Amma mən elə bilirəm ki, bu kitabın ardından ədəbiyyatda nə qədər müqəddəs adlar var, nə qədər büyük şairlər var. Onların hamısı burada tərcüləşir. Eyni zamanda indi bizim kimi yeni ədəbiyyata gələnlər əgər adamın bir almanaqda Məhəmməd Füzuli ilə bir yerdə şeir çıxırsa, Nizami Gəncəvi ilə bir şeir çıxırsa, onun özü böyük bir ədəbiyyat mükafatı kimi bir şeydir və ona görə də bu kitab çox əhəmiyyət verir. Amma biz belə qoyduq ki, bu həm də biz bir günlərin iki olduğunda, həm də bir poeziya məclisidir. Mən də gəlir ki, bəlkə də əvvəldən də desəydik, hazırlasaydık, heç burada düşməyən təbiət şeirlərindən ibarət burada geçebilir. Elə bir o da onun bir audio variantı olardı, çox gözəl bir. İndinin özündə də çox yaxşıdır. İndi biz uşaqlarla başlamışıq, eyni zamanda uşaqlarla da bitirəcəyik. Amma hələ burada mənim gözümə dəyin gələn şairlər var. Mən istəyirəm İbrahimlər. Bu
olmuş Alman'a. Ben geldim ki, kitabın nəşri qiyməti bayaqları qeyd edilir. Bu mənada kitabı nəşrində bütün əməyi olan hamısı yazmış, məmləkatını bilirəm. Bir məsələni qeyd etmək istəyirəm. Kitab niyə belə gözlədir, niyə qədər ətfatlıdır, niyə qədər şeirlər qabarıdır. Bunun baxırsan, başdan ön sözlərdən anar, burada belə Vahid Rəhmanlı deyil, Hakan xanım deyil. Yəni burada əsl ədəbiyyat adamları, əsl poeziya şeylərlə yığışdığına görə, təbliğ etdiyinə görə bu kitab gözəl anlatdı və gözəl şeirlər eləşdiyi burada tapılmışdır. Hakan xanım, mən bir məsələyə qeyd etmək istəyirəm. Sizin əməyiniz bilirsiniz deyil, dəfələrlə deyil, tez doğru, tez satılır, vaxt etkilərini hamı, hər bir şəxslər müraciət edildiyi yerə bir məsələni qeyd etmək istəyirəm ki, bu kitab Əsəb başlıyız, mülayət və ətraf yerləri əhatə yaşayan qırarları əhatə biz bu yerdə çıxır, və orada mən Doğru Qoyamaşı satın Naxçıvanda yaşayan yazarların var. Biri var ki, dünyasını dəyişmiş, Məmməd Arazımızı çox qədər gözləşdir. Bir də bak bugün yaşayan ölkəsində, Qafarqəli, Ayurdoğlu, digərləri gözləşdir, burada tapıqdır. Bunların da Üniversitələrinin sıralımızda çatlayılarla onların altında təşəkkür edirəm. Və icazə verirsinizsə, gəldim torpağı əsr elətdirəm, Naxçıvan torpağını əsr. Orada mən həmçə yazaqlarım üçün, bu yazaq şehrini sizə çatdırım. Burada oxlar, boy atıbdır düzəcəm, dizəcəm. Boyun buzu yayılıbdır düzəcəm. Çobanların yaşı 90, yüzəcəm. Hər gördüyün yadda qalır biz kimi. Saxmançılar erkən satar kəndiri, yırğalanan nehrələrin kəndiri, süfraların kərə yağı, kendiri, sularının suyu da var, buz kimi. Qaş qaralacaq, səs bürgər obanı, bütün oba salamlayar çobanı, oyunlar da görməyərlər doğanı, quzuları yalayarlar buz kimi. Burada hər gün göz oxşayan mənzərə, çoban salar, yan təşlər, kəndlərə, səhərə zəllərmə deyər, dağ, dərə, dağ nizara, bir utancaq göz kimi. Sağ olun. Hakimiyyətdən istifadə edirəm. Demək, fiyatdan sizin dərməli çəkirəm, istəyirəm sizlərə. Kitabı şeirim. Gün işi. Elə bir üzünü yür yağışlar. Elə bir üzündə şahıyır günəş. Elə bir üzünü yandırır ateş. Çıxar ürəyini gün ışığına. Çıxar ürəyini gün ışığına, qoy düşsün ürəyin gün yağışına. Necə ki bir zaman soğuşanda qış, necə ki bir zaman ağbirçək nənən Novruz bayramına 5-10 gün qalmış, həyəti, bazanı, 100 yol dolanır, döşəkdən qabacan evdə olanı, necə ki düzərli günün altına. Çıxar ürəyini gün ışığına. Qoy qüsun içini quru yağışda, odun parçasına döndərib səni pistiyyət baxışda, quru baxışda, çıxar ürəyini gün ışığına. İçini tərsinə çevir, utanma, bu dünya tərsliyi sevir, utanma. Sənin yarandığın o böyük günlər, milyon illər keçir insan balası, heç kəs girə bilmir sənin içinə, sən zadı yuvası, sən sir qalası, çıxar ürəyini gün ışığına. Gün suyu axmasa damarlarından, yağış süzülməsə tabanına can, hopmasa ruhuna qar təmizliyi, sən bu görkəmlə, bu nimdaş üzlə oxşamaq çətindir, sevmək çətindir, özün bilindir. Çıxar ürəyini gün ışığına, qalsın əzəlci tək, gözlərin təkcə, özünə yaxşı bax, gün ışığına. Yasemin Hanım. Çok sağ olun, teşekkür ederim. Teşekkürler. Ben Hakan'ın yaratıldığına, onu tanıyanlarıyla meşgulam ve izleyen Hakan Hanım çok meksunda yazardı. Ve onun şiirlerini okuyanda göçmen yeniden okuyup şiirleşmeye arkadaşlar mecbur olur. Yani o felsefe fikirlerini çok değerli verir.
şeirlərlə bağlı, təbiətlə bağlı təşkil olunan tədbirlərin sanki bir əlifbası kitabı olacaq. Onlar bundan istifadə edə biləcəklər. Və mən burada bu şeirlərə baxdıqda, son vaxtlar deyəndə ki, elə tanıdığım vaxtdan məhsuldar şairlərimiz var, onların imzasını görmədim burada. Yəqin ki, gələcəkdə o şairlərin də, o yazarların da şeirlərinə müraciət olunacaq. Yəni, dediniz ki, yeni nəşrlər olacaq. Məsələn, mən tanıyıram bu yaxınlarda olan Əzza xanım, Ağam Hüseyin qızı. Onun payız, yağış, yarpaq, gül, bütün təbiət hadisələrinə aid. Əzza xanımı yeri gəlmişdə təbrik ediyorum. Onun yəni bütün bu təbii hadisələrə, təbiət hadisələrə, yağışa, hətta bizim faydalı bitkilərimizə olan yazdığı şeirlər var. Onuca doğası düşüb yadıma. O bir gözəl şeirdir. Ben onu Əzza xanımı salmışam. Əzza xanımı görmədim. Əzza xanım, adı ne uzaqdır? Əzza xanım. 65 illik olubdur. Yaxşı alqışlayan onu. Qəzənfər Məsimoğlu'nun gözəl şeirləri var. O da bu təbii hadisələrə, təbiət fərdlərinə çox yaxşı yer verir. Mən ümid edirəm ki, gələcəkdə bugün bura şeiri salmayan yazarların hamısını şeir oxuya biləcək. Amma kitaba qalansa o qədər dəyərli bir kitabdır ki, deyərəm ki, bunu misli görünməyib hələ bu vaxtaca və mən sizə hər iki təşkil edən kitabı onların hamıdikisine də müvəffəqiyyət arzulayıram və gələcəkdə belə kitabların tez-tez araya ərsəyə gətirməyə arzulayıram. Sağ olun. Sormaz xanım istəyir. Sağ ol, Yasin. Sormaz xanım Cahangir. Asay Cahangir. Asay Cahangir. Bir de geçtiğim geri kaytardılar ki uşaklar gelecek. Nasıl yok? Geçsin. Bütün parayı da uşaklar gelecek. Gençlere münasibətlər, bir də təbiət münasibətlər qasayacağını elə bir öz borcunu verirsin dünyada bu varlığını nəzərə gəlmişdir. Mən hatırlıyorsam da, o varlığını nəzərə gəlmişdir. Və Sumqayıtı özünə jurnalistika məkanı seçəndən sonra gənclərə münasibəti Sumqayıt şəhər ədəbi mühitinin formalaşmasında müstəsna xidməti var, 35 ildə ibarət. Bu öz yerində. Amma baxımız var ki, orada 500'dən çox ağaçlar var, adımlar. Və bir çox şairlər oranı ziyarət ediblər və görüblər ki, hətta Kəlbəcər lalələri də orada tutulmuş. Yəni, Qasay müəllimin o təbiətə münasibəti, bağlılığı bu idi və mən də bugün də həmin bağda yaşayıram. Qasay müəllimin arxivi də oradadır və onun ölümündən sonra 19-cu kitabını bıraktırmışam. Naşiri də özlüyündən övladındır. Qasayoğludur ki, o da bugün Xankəndidədir. Bizdən bir göstərişi ilə ora göndərilir və o da yazır. Amma məmur olduğu üçün onu bildirir. Bugün Qasay müəllimin xidmətlərindən danışdı və mən o böyük ustadımızın qarşısında ancaq və hamımızın, onun ruhu qarşısında və hamımızın qarşısında onun bu kitaba daxil etdiyi Xatirə xanımın təkidi ilə, həqiqi mənada təkidi ilə daxil etdiyi bir neçə şeir var, ondan 5 adlı şeir oxumaq istəyirəm.
Vətən ətirlənmiş sərinliyinə, yolcunu yolundan saxlayar meşə. Azdırıb aparar dərinliyinə, qorxağı, cəsuru yoxlayar meşə. Fəsildən fəsilə yeni don geyər, dayanıb dinləsən min nağıl deyər, duyan qəlb istəyər, təmdən istəyər, könlünü könlümə bağlayar meşə. Ağaclar verərlər arxa-arxaya, şaxtanı, tufanı almazlar saya. Bir vərəz kəsilsə, düşər ahvaya, bir palıq yıxılsa, ağlayar meşə. Buludlar gözünü sıxıb tökdümü, yarpaqlar səslənər şəlalə kimi, dinər bulaqların neçə minsini, güclü nəğmə kimi çarlayar meşə. Yer əsər, yarpaqlar qunub gedər, quşlar sinəsinə sığınıb gedər, payızda cəvalı dağılıb gedər, yazda gözəlliyi haqlayar meşə. Ömrünü qalayar ocağımıza, döşənər xalı tək ayağımıza, dönər arxamıza, dayağımıza, xasay bir ölkəni saxlayar meşə. Tahir Şirvanlı. Sizin de eseriniz var burada. Eseriniz var. Kulağım gelmeye hoş gördük, hayırlar, acıylar, salam. Geldim o günlerden bir soran alam. Danışman eftere sırtı salam. Ölüp direydim hanım abi. Ben de salam veriyorum, şahman arkadaşlarına hoşçak olsun. Ve bu günleri benim 2-3 dakika baktığımda en genç müzdü ki, vallahi bu müzde biyoloji elimler doktorda olmalı. Filoloji elimler doktorda. Ben çok isterim siz yazasınız bu kitap hakkında ne? Çalışarım Allah koysa. Çok böyle yüreğince olan biliyorsunuz. Onu da sorarım. Ne diyeceğim? Klasik edebiyatında fikir verse, oradan başlarım. Ben 3 dakika 4 dakika baktığımda. Çok değil. Yok 3 dakika 4 dakika yok. 1 dakika. Günlerim bir toylar bizler yapsa hiç imkan vermeyen bir neferi. Dostlar kolum buralar. Bir ölsün danışmasın. O an tanışma olasın. Genel ben tanışmasam bedenim bile de koz veriyor. Ne böyle de tasarruf. Bilmiyorum ki valla. Nizamından başlayalım. Yazın evin karşıya, Berdenin terkiyle. Berdene gözler nece yaşandı, yayda kışlar güldürsen. İndi İskender ölü, dünyasını derki. Bir eski xəzan gelip Paris yetişti, bağlar məhval tamam dərkdi. Küləklər taladı, baxsana bağı. Söndü al güllərin yanar budağı. Fidul'dan söhbət elədi. Bizim dostumuz Ağasılar Efendi. Fidul'ya da ki, geldi gül cüzdarı ömründə ona kam olmadı. Min dikan bitti, gülü yanında aram olmadı. Açtı bülbül ağzının bir fəvayla gülə. Çekti gül dövriyene, gül bülbülə aram olmadı. Zəfər Sabbanın bahar şehrine gəl şəriyyətə. Müşahidmişim yazılarım ürəyim sizə anmasa, sizin eşkiniz ağır olmamasa, el çatı qarşı burada da sordu, gözdən yaşlar ürək olmasa. 100 şahidin ancaq Səmətkulu mənim həyatım varlığımdır. Səmətkulu'nun da aləmin seyrinə gəl, gör nə gözəl fikrəti var, hər babın hər çəy, öz adı var, fırəti var. Muğamın keçirən meyxoşdur bahar, ömrü az olsa da buradakı yazım. İnan en qədər danışan bir saat dayanmaz. Aynı Allah, onu baxsın olam, vəziyyətini göstərir. Bir de bu kitaba kimse soru taşlıyor. Buna bir yalnızçılığına bereket versin. Yani vallahi kalan bu başka şeylere karşılaştığında batıp gidecek. Ben burada Fatih Hanım bir şeye vereyim. Demeli aziz dostlar, bakın benim. Kara nefes adam gelir, ilk günü sinirdir, ağacın altına yer o hain əsərlərin. Biraz sərləyəndən sonra belə baxır, ne yaxşı lapatka sapıları. Doğruyla varır. Yani şey de bunlaradır, ne demek? Ağaç benim için nedir? El ağacı deme, xətrimə dəydi. İgidin əlində əl ağacıdır. Uğurlu damağıyla uğurlu peşman. Çobanı çeyrikdə zor ağacı. Qorxağın əlində darxar, gezər, məhvən hər ağrıya acıya dözər. Kişinin çeyrikdə bayrağı bənzər. Nakişi başında, dar ağacı. Barını gəzir, hey, budaq, deməyik bir yolda qolundan tutaq. Soruya sandıqdır, şayda qundaq, qeyrət ağacıdır.
aracıdır. Başta papağımız, qeyrət tacımız, halala öyrəşib çörək sacımız, nə qədər sağlı səhər aracımız, öləndə qəbirdə aracıdır. Daim bu şeirlə dövləti vardır. Acgözə bu dünya özü də dardır. Çolağa çəlikdi, bağbana vardır. Dəryada gəmliyi doğrudur. Yine de sözümü tekrar edeyim. Bir İngiliz hastalığı varsa da artı üstlerinde ona göre de meclisinde yakınlaştırıyoruz ve bu arada məclis səni qurtarmayıb necə? Mən sevmirəm bir saat yarımdan artıq olsun məclis. Biraz bizim məclisimiz uzandı. Amma elə adamlar var ki bu məclisdə, yəni elə söz verməmək olmur. Mən çox xahiş edirəm. Mən yoldaşlar var burada söz verə bilmədim. Mən onların adını deyəcəm. Onlar dursun, biz alqışlayaq. Gələn dəfəki tədbirlərdə onu nəzərə alacaq. Deməli, bu başdan sədi yaradan qolu. Çox dəyərli şairimiz, məclis tədbiri, özü də çox belə ədəbiyyat cəfakeşidir. Raifə Sərxan qızı, Asketin Azərbaycan üzrə konsulsisidir. Çox işlər görür, çox ictimai işlər görür. Təşəkkür edirik ona. Təranə Musayeva, gözəl yazıcı. Deməli, Nəsrəddin müəllim, Nəsrəddin Musayev. Kitabda çox oldu, şeiri var. Təşəkkür edirəm Nəsrəddin müəllim. Deməli, mənim əziz qardaşım, Urmiyədə yaşayan, Cənubi Azərbaycanın nümayəndəsi. Mənim sürpriz Əzim Türkçü, Cənubi Buyurun, bir-iki kəs. Ağa buyurun bəxvar. Mən elə hayat istədim. Salamlayıram əziz bacılarım. Danışmasaqlar olar, danışanlar danışır. Bir gün küləkdə yutsam bu şəhərin üstündən, bu şəhərin yadında yazılarım qalacaq, qalacaqlar hər yerdə, bu küləkli şəhərdə, bu dənizli şəhərdə. İndi Əliyev arası. Hər birinizi salamlayıram. Mən Sumqayıt şəhər General Mayor Polat Həşimov adına 28 nömrəli işlərin 8-ci sinif şagirdiyəm. Bu gün ana müəllimim Qəfil Yağış şeklini səsləndirəcəm. Güneşi dövrəyə aldı buludlar, oyandı göylərdə bir qəfil yağış. Samada çaxlaşma saldı buludlar, ələlli torpağa nur naxış-naxış. Sevinçlər başına qaldırıb baxır, güneşlə göydə boşaydı. Şəfəqlər yağışa qarşı baxdı, səma çılçıraqdı, yer tamaşaydı. Bu qəfil yağışın istəyi nəymiş? Durulub parladı havada, göydə.